Xəyanət edən biri ilə münasibətə davam etmək olarmı? Yəni sonda o insan özünü doğrularmı? Tutalım ki, bu duzlusudur. Zəhər, düzdürmü? Bu suyun hamısını içməyə gərək var, nəticəni bilmək üçün. Yox, düzdürmü? Bir qurtum almaq bəsdir. Yəni bir insanın bir dəfə xəyanətini gördünsə, onun dəfələrlə o xəyanəti təkrarlaması üçün ona şans vermək lazım deyil. Yəni bu nəticəni dəyişməz. O insan xəyanət etdiyi anda rədd etmək lazımdır. Niyə? Çünki ayrılıq sonrasında, qardaş, sən özün öz içində peşmançılıq yaşayırsan. O insana görə yox, o insan qarşısında özünü etdiyin hörmətsizliyə görə, onun o elədiyi hərəkətin qarşısında özünü dəyərsizləşdiyinə görə, özünü lazımsız hiss etdiyinə görə, bu kimi şeylərə görə sənin öz şəxsiyyətin deyilən bir şey var. Daxilindəki insan Elvin və daxilində bir dənə də Elvin. O Elvin məndən hər gecə yatanda sorğu-sual eləyir. Deyir, bizə niyə bunu elədin ay Elvin? Biz buna layiq idikmi? Sən özün içində mübarizə aparırsan. Ona qalib gələ bilmirsən. Ona görə də bir mənalı şəkildə xəyanət bağışlanmaz və təkrarlanan bir şeydir. Xəyanət səhv deyil, seçimdir. Yəni o insan tutulmasaydı, nə olardı? Heç o davam eləyəcəkdi.